Azərbaycan nəşriyyatında milli mətbuatımızın 150 illiyinə həsr olunmuş Mətbuat Beynəlxalq İncəsənət Simpoziumunun yekunlaşdıran sərgisinin açılışı olub. Azərbaycan nəşriyyatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən simpozium söz, çap, forma birləşən dünyalar şüarı altında baş tutub. Layihənin əsas məqsədi Azərbaycan mətbuatının tarixi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan Azərbaycan nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə təqdim eləməkdir. Simpozium müddətində iştirakçılar 17 Azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltəraş çap sənayesinə aid materiallardan, köhnəlmiş avadanlıqlardan, kağız tullantılarından istifadə edərək unikal bədii əsərlər yaradıblar. Sərgi sentyabrın əvvəlinə qədər açıq qalacaq. Mətbuat layihəsi simpoziumu bizim milli mətbuatın 150-liyinə həsr olunub. 17 xarici və 17 bizim yerli rəssam, heykəltəraş və fotoqraflar iştirak edir. Məqsəd dünyaya bu xəbəri yaymaqdır. Yəni ki, Azərbaycanın mədəniyyətindən, zəngin tarixindən biz danışa bilək.